Olimpik Olimpiyadası için videolar paylaşacağım. Bugünkü mövzumuz anaqramlardır. Yəni fərqli hərflərdən, müxtəlif hərflər yığımından söz düzəldirik və fərqli sözü tapırıq. A variantına baxsaq, birinci sualda. A variantı çəkid. B variantına baxaq, qayçı. C variantı bıçaq. D variantı mişar. Burada fərqli variant olacaq. B variantı. Qayçı, bıçaq, mişar kəsici alətlərdir. Çəkic kəsici alət deyil. Baxaq ikinci suala. B variantı kombayn. A variantı traktor. D variantı televizor. C variantı avtomobil. Burada baxaq hansıdır fərqli variant. D variantı fərqli variant. Traktor, kombayn, avtomobil nəqliyyat növüdür. Televizor fərqlidir burada. Baxaq üçüncü suala. Qaranqur, ağcaqanad, hacıleylək, ağac dələm. Burada fərqli variant B variantı olacaq. Çünki digərləri quşdur, ağcaqanad, həşəratdır. Dördüncü suala baxaq. Soyuducu, toz soran, kompüter, velosiped. Baxaq burada hansıdır fərqli. Velosiped fərqli variantdır. Soyuducu, toz soran, kompüter məişət əşyalardır. Beşinci suala baxaq. Təyyarə, raket, helikopter, avtobus. Burada fərqli variant olacaq. Avtobus, çünki təyyarə, raket, helikopter hava nəqliyyat növüdür. 6-ya baxaq. Xəncər, tüfəng, qılınc, nizə. Baxın, xəncər, nizə, qılınc. Bunlar kəsici alətlərdirlər. Tüfəng isə odlu silahdır. Silah növüdür. Cəbrayıl, Mərdəkan, Zəngilan, rayonlarıdır. 8-ə baxaq. Televizor. D variantı radyo. C variantı monitor. Proyektor. Televizor, proyektor, monitor informasiyanı vizual olaraq göndərir. Radio isə səsli olaraq. Baxaq 9-cu suala. 9-da uşaqlar sözlər tapa bilməyəndə, məsələn, hansısa variantda sözə baxırsınız, tapa bilmirsə, keçin digər varianta. Çünki hər bir variantdakı sözlər oxşar ola bilər. Yəni, demək olar, eyni kateqoriyaya aid olur. Məsələn, D variantına baxaq. Monitor, klaviatura, printer,
Karandaş. Bu da C variantı fərqli olacaq. Printer, klaviatura, monitor, hər üçü kompüterin qurğularıdır. Canavar, bəbir, çaqqal. B variantı balina. Baxın, canavar, çaqqal, bəbir quruda yaşayır, balina suda yaşayır. Ona görə B variantı fərqlidir. Kəklik, turac, leylək, yarasa. Kəklik, turac, leylək quşdur, yarasa isə məməlidir. Məməlilər sinfinə aiddir. Ona görə C variantı fərqlidir. 12-ci suala baxaq. Skripka, telefon, qarmon. A variantı klarnet. Burada olacaq C variantı. Digərləri musiqi alətidir. 13-cü suala baxaq. Kaftar, aslan, qartal və pələng. Burada olacaq fərqli variant qartal, çünki qartal quşdur. Şaftalı, portağal, yavalı, badımcan. Burada C variantı fərqlidir, çünki tərəvəzdir. Moruq, çiyələk, qarağat, mandarin. Baxın, moruq, çiyələk, qarağat gilə meyvədir. Mandarin isə sitrus meyvəsidir. Ona görə D variantı olacaq. 16-ya baxaq. Pomidor. B variantında kartof. C variantı turp. D variantı çuğundur. Burada olacaq fərqli variant. Baxın, pomidor olacaq. Çünki kartof, turp, çuğundur. Torpağın altında yetişir. Pomidor isə fərqli variant olacaq. 17-də A variantı. Kürk, pencək, gödəkçə, şalvar. Burada olacaq fərqli variant B variantı. Çünki kürk, pencək, gödəkçə bədənin yuxarı hissəsini geyinilir. Şalvar isə fərqli olacaq. 18-də mismar A variantında. C variantı rəndə. D variantı kəlbətin. D variantı külünk. Baxın, kəlbətin, rəndə, külünk hər üçü alətdir. Mismar isə alət deyil. 19-a baxaq. Təbarşir, karandaş. Baxın, eyni kateqoriyaya aiddir. B variantı marker. Deməli, üçü eyni kateqoriyadadır. Yəni, yazmaq üçün istifadə olunur. Xəttkeş isə olacaq fərqli variant. Milçək, göyərçin, kəpənək, ağcaqanad. Burada olacaq fərqli variant. Deməli, kəpənək, ağcaqanad, milçək, həşəratlı, göyərçin isə quşdur. 21-ə baxaq. Kətil, ləyən, qazan, vedrə. Burada fərqli variant kətil olacaq.
Vedrələyan qazan, içi boş qablardır. Kətil isə balaca su. Çox yerdə tabletka deyilir ona. 22-yə baxaq. A variantı kəsir. C variantı hesab. B variantı cümlə. D variantı misal. Burada fərqli variant olacaq. Kəsir, hesab, misal, cümlə. Çünki digərləri riyaziyyata aiddir, cümlə Azərbaycan dilidir. 23-ə baxaq. Vaqif, həmin, burada ola bilər hərf səhv düşüb. Hüseyin, Nəzrin. Burada fərqli variant olacaq. D variantı. Vaqif, Həmid, Hüseyin kişi adlarıdır. 24-ə baxaq. Çəyirtkə, cırcırama, qarışqa, qurbağa. Fərqli variant burada hansı olar? Qurbağa, çəyirtkə, cırcırama, qurbağa, cırcırama, qarışqa, çəyirtkə böcəklərdir. Qurbağa isə suda, quruda yaşayan heyvandır. Yəni qarışqa, cırcırama, çəyirtkə həşərat hesab olunur. 25-ə baxaq. Qapı, nəfəslik. Bu nəfəslik pəncərənin yuxarı hissəsində kiçik pəncərə olur. Ona deyirlər. A variantı pəncərə. C variantı pillə. Burada fərqli variant C variantı olacaq.